kimlərsənsə müsbət rəy almaq üçün ya yalan danışır, ya özümüzü olmadığımız kimi göstəririk. Sonra bu böyüyür, məktəbə gedirik. Məktəbə gedəndə özümüzü olmadığımız kimi göstərməyə başlayırıq. Başqa bir özümüzə nə buyuruq? Maska. Maskanın altında olan bizdən fərqli biz olmağa başlayırıq. Biz olduğumuz kimi davrana bilmirik. Niyə davrana bilmirik? Çünki biz uşaqlıqdan görmüşük ki, biz olduğumuz kimi davransaq bizi şiddətlə qınayacaqlar, bizi danlayacaqlar, amma biz deyilik. Yəni biz özümüzü itirməyə başlayırıq. Kim olduğumuzu bilmirik. Öz bacarığımızı, gücümüzü, güvənimizi, nəyə qadir olduğumuzu bilmirik. Nəyi bilirik? Şəraitə görə maskalanmağa başlayırıq. Əskəriyə gedirik, əskərlikdə maskalanmağa başlayırıq. Oranın dövründəki, oradakı insanlar üçün maskalanmağa başlayırıq. Universitetə, ali məktəbə qəbul oluruq, oradakı insanlar üçün maskalanmağa başlayırıq. Ailə qururuq, ailə qurduğumuz insanlar üçün maskalanmağa başlayırıq. İşə giririk, işdəki müdirdə üçün maskalanmağa başlayırıq. Müdirdəki işi itirməmək üçün maskalanmağa başlayırıq. Ailədə problemlərin öhdəsindən gələ bilmək üçün maskalanmağa başlayırıq. Biz yoldaşlarımızın yanında yaxşı bir insan kimi, gözəl bir insan kimi, mədəni bir insan kimi olmaq üçün maskalanmağa başlayırıq. Amma halbuki biz kənarda biz olmaq istəyirik. Biz kənarda özümüz olduğumuz kimi olmaq istəyirik. Amma bunları maskalanaraq biz kənara qoyduqdan sonra biz artıq biz olmuruq. Biz başqalarının ağzından çıxan sözə, başqalarının xoş sözlərinə, başqalarının nə deyəcək düşüncəsinə baxan bir insan olaraq özümüzü yetişdiririk və ona görə davranmağa başlayırıq. Övladlarımıza da ona görə davranmağa başlayırıq. Çünki biz düşünürük ki, mənim evladım zəif olsa, başqası nə deyəcək ki, tərbiyə vermir. Biz düşünürük ki, biz uşağımızı kursa qoymasaq, müəllim yanına qoymasaq, bizim uşaqlarımızı dostlarının valideynlər deyəcək ki, görürsən uşağını sevmir, uşağını məktəbə qoymur, hazırlığa qoymur. Bizim uşağımız aşağı bal toplasa, biz düşünəcəyik ki, o valideynlər deyəcək ki, filan kəsin uşağı qəbul olmadı. Biz bunlardan ötəri yaşamağa başlayırıq. Bunun ən böyük təməl səbəbi biz uşaqlığımızdan maskalanmağa başlamışıq. Valideynlərimizdən maskalanmağı öyrənmişik və o maskalanmağın altında da öz evlatlarımızı da maskalı yetişdirməyə başlayırıq. Maskalı bir gənclik kimi yetişməyə başlayırlar. Öz istədiklərini deməyən, öz düşüncələrini deyə bilməyən, öz istədiklərini telefonla əvəz edən, öz istədiklərini susqunluqla əvəz edən, öz istəklərini qulaq ardına vurmaq vəziyyətinə gətirib çıxardığı bir davranışlarla edənlər və yaxud da öz istəklərini tamamilə kənara qoyub onsuz da bu mənim istəyim alınmayacaq, olmayacaq deyərək düşünərəkdən davranan bir insan və toplum olaraq yetişməyə başlayır. Çünki biz elə yetişmişik. Çünki bizim gələcəkdə nə olacaq, filan kəs nə deyəcək, filan kəs nə olacaq düşüncələrindən özümüz olduğumuzu unudaraqdan biz evladlarımıza da neynəmiş oluruq, əziyyət vermiş oluruq, özümüz də əziyyət çəkmiş oluruq. Əziz dostlar, əziz valideynlər, öz uşaqlarımıza özlərinin olmaqlarına şərait yaradın. İnanın ki, hər şey düzələcək.